Ne yapıyordun sen 19 yaşında? Gedirik 16-cı ildə mənim nə qəret elədiyimə baxmağa. Bakı Dövlət tələbələri, siz biraz yaxın gəlin. Çünki bu korpusda belə bir şəklimiz yoxdursa 2016-ya heç giriş eləməyək. Saçlarım, həmin dönəm saçlarımı belə bir mavi eləmişdim. O vaxt rəngli saçlar çox trend idi. Belə taxma saçlardan da istifadə olunurdu. Belə bir şey eləmişdim. O saçlarım mavi idi və çox cool idi. 4-cü kursun axırına qədər də belə saxlamışdım. Siz arxa fonda görürsünüz. Mən də buradan baxıram. Bir insan özünü nə qədər rəzil eləyə bilər. Gəldi əsas məsələyə. Əgər başın aşağı bu formada bir şəklin yoxdursa, deməli sən 2016-nı yaşamamısan. Çıx aramızdan, çıx bu videodan. Belə bir bridge şalvarlar, bir Adidas'ın Stan Smith ayaqqabısı, %90% əhalinin ayağında bunun fake idi. Orijinal geyinənlər də böyük ehtimal bizim kurukda değildi. Bu dönəm 20 yaşım olurdu. Qudurmuşluq eləmişdim. Özümə paltar tikdirmişdim. Bu arada mən bu paltarı 20 yaşımda tikdirmişəm. Hələ də geyinirəm. Günün ortasında bir level atlamışam. Stiletto falan. Əgər Hüseyn Caviddə padurqandan belə, dənizdə də belə üzün düşməyən fotoların yoxdursa, Venetika çəkilişində amma bomba görünürdüm yox. Qəşəng kombinlər eləmişdim. Amma orada burnum qəşəng deyildi deyə göstərməyəcəm. Bu arada başımı, gözümü, qolumu belə qırıq-qırıq çəkmək trendi idi. Jokerlər trendi idi. Mən də bunu maykadan kəsmişdim deyəsən. Nə gerək varsa. Dar bədənə yapışan köynək və şalvar, ayaqda bir stiletto, pencəyi əldə daşımaq. Başımız qan eləyir, stilə bax. Pencə üzərindən töküntü bir şərf, altdan belə köynəyin çıxsın falan. Bu da tərzidir. Bu arada yəni bəyənirəm. Mən geyimlərimlə bağlantılı bir sorun yaşamıram. O vaxtda bəyənirəm, indi baxıram. Qəşəng də qızdı yəni. Qurtarıram universiteti. Təbəssüm ona görə üzümdədir. Kombin biraz püxtələşib. Çünki 4-cü kursa giriş olub. Bax, şəkillərə bu formada effekt vermək çox trendidir. Hətta bunu Mehində görmüşdüm. Mehinin şəkillərində çox qəşəng alınmış. Qaçıb gedib öz şəklimdə düzəltmişdim. Məndə o qədər uğurlu olmamışdı gördüyünüz kimi. Amma o dönəm bəyənilmişdi, yəni nə yalan deyim.